Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük. Bugün sizin üçün 07 dekabr 2025-ci il tarixində keçirilən 11-ci sinif üçün keçirilən blok sınağının, yəni OTK-nın keçirdiyi blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edəcəyik. Suallarımıza keçid alaq. 31-ci sualda qeyd edirik ki, eradan əvvəl 2-ci yüzilliyin əvvəllərində Hindistan, eramızın 3-cü yüzilliyin əvvəllərində Çin tarixi üçün xarakterlikdir. Burada məlum məsələdə 2-ci yüzilliyin əvvəllərində Hindistanda Ashokanın yaratdığı dövlət süquta uğrayır, 3-cü yüzilliyin əvvəlində Çində Xan sülaləsi devrilir. Buna görə də burada ayrı-ayrı ərazilərə parçalanması uyğun cavabımız B variantı olar. 32-ci sualda qeyd edirik ki, Osmanlı hökmdarı 1-ci Səlim və Süleymanın fəaliyyətinə aiddir. Misir Məmlük sultanlığı üzərinə yürüş edilməsi Səlimə aiddir. Fransız təcili imtiyazların verilməsi Süleymana aiddir. Səfəvilər dövlətində mübarizə aparması hər iki dövlətə aiddir. Bunu açıq şəkildə bilir. Çaldıran vuruşması. Sultan Süleyman bir neçə dəfə 34, 35, 48 1-ci Təhmasibin dövründə mübarizə aparıb. Ona görə nümunə ola bilər. 33-cü sualda xəritədə rəqəmlərlə verilmiş şəhərlərin erkən orta əsrlər tarixi üçün səciyyəvidir. Bir də Dəbil verilib, 2-də Beyləqan ərazisi verilib. Aranın baş şəhəridir, bu Bərdədir. Ərəb Əmirliyinin iqamətgahlarının biri Dəbildir, bir də Bey getməlidir. Xürrəmlər hərəkatı dövründə Ərəb işğalından azad olub Beyləqandır. C bəndi 2-yə gedəcək. Məhəmməd bin Şədadın yaratan əmirliyin mərkəzi Dəbildir. Dəbil əmirliyi BD C buna gedir. Haşimlər sülaləsi Dərbəndə aiddir. Deməli bir də BD 2-də C uyğun cavabımız D variantında göstərilmişdir. Növbəti 34-cü suala baxsaq. 34-cü sualda qeyd edirik ki, uyğunluğu müəyyən edin. Teymur dövlətindən fərqli olaraq Böyük Moğol və Delhi sultanlığı aiddir. Çin ərazisində yürüş etməsi düzdür. Böyük Monqol dövlətinə aiddir. Bunu götürə bilərik. Mərkəzi Asiyanın hər ikisi işğal edib, yanlışdır. Qanunlar toplusu hər ikisi yaradıb. Delhi sultanlığı fərqli Abbasilərlə dostluq əlaqələri qurub, doğrudur. Klasik feodalizm hər ikisi klasik feodalizm dövründə yaranıb, yanlışdır, ortaqdır. Şeybani xana qarşı mübarizə bu Delhi sultanlığına aiddir. Deməli, hər ikisində A variantı olur. 35-ci sualda 15-ci əsrdə dövlət idarəçisinə doğru olan fikir müəyyən. Hökmdarın yanına vəzifə tutan əyanlardan təşkil olan məşvərətçi orqan Ali Divan idi. Qapalı məşvərətçi orqan. Xərac toplamaq üçün ayrı-ayrı nüfuzlu şəxslərə verilən icazə kağızı qəbala idi. Dövlətçilərə doğru fikri müəyyən edin. Vergi yığılmasında Baskaklar. Baskak Azərbaycan Qızıl Orduya aiddir. İcazə kağızı qəbalə ərəblərin dövrünədir. 15-ci əsrə aid deyil bu. Dövlətin maliyyə işlərinə Əmir Əl-Üməra ordunun komandanı idi. Maliyyə işlərinə baxmırdı. Xidmət əvinin sərhədləri qoruyan sərkərdə uç torpaqların verilməsi uç torpaqlar Səlcuqlar dövrünə aid olduğu üçün səhvdir. Burada hökmdar yanında ali vəzifə tutan əyanlardan ibarət məşvərətçi orqan, ali orqan, yəni A uyğun cavab olur. 36-cı sualda Azərbaycan intibat mədəniyyəti dövrü üçün astronomlardan söhbət gedir. Bu, Bəhməniyar filosof olub, Xətib Təbrizi görkəmli alimlərdəndir. Məkki Bərdəyedir, yəni 2 var, bir də Fazil Fəridəddin Şirvani. 2-4 D variantı astronomlar idi, hər ikisi astronomlar olub. 37-ci sual Osmanlı 2-ci Mehmetə aid olan xüsusiyyətlər deyir. Paytaxtı Bursadan köçürdü. Paytaxtı Bursadan köçürüb, belə deyək ki, 1-ci Muraddır. Paşaları sancaqlıqlar bölən Orxan Qazidir. Balkan yarımadasının fəthinə başlayıb, deməli, fəthinə başlandı, qanunnamə qəbul etdi. Balkan yarımadasının fəthi bundan bağlı deyil. Bu, Bolqaristan və Serbiyanın bu 1-ci Muradın dövründə idi. Qanunnamə qəbul edib. Deməli, D variantıdır. Bizansdan adamdan qovan Maltepe döyüşündən sonra Orxan Qazinin dövründə. 37-yə baxdıq və növbəti 38-ci suala baxaq. Burada qeyd edilir ki, 38-ci sualda Atropatena və Albaniya dövlətlərinin oxşar tarixçisinə aid deyil. Bakıdan İskəndər İmperiyasının parçalanmasının yaranıb oxşardır. 1-ci minillikdə meydana gəlməsi oxşardır. Yəni 4-cü əsrdirsə 1-ci minillikdir. Roma Respublikasının qarşı mübarizə aparması hər ikisinə aiddir. Yunan elm mədəniyyətinin hər ikisinə aid. Selevkilər dövründə asılı vəziyyətə düşməsi yalnız Atropatenə aid olduğu üçün ona görə də doğru cavabımız bizim Y variantı olur. 39-cu sualda xəritədə paytaxtı rəqəmləri göstərmiş 10-11-ci əsrə aid olan mövcud olmuş dövlətlərə aid olduğu uyğunluğu müəyyən edin. Təbii ki, birincisində Gəncə, paytaxtı Gəncə olan Şəddadilər dövlətidir. İkincisində də
Yəni bu ərazi Şəddadilərə aiddir. Bu hissəsi Rəvadilər dövlətinə aiddir. Xəritədə 10-11-ci əsrdə Azərbaycan torpağı vahid halda heç biri vahid halda birləşdirməyib bunlardan. Gürcü Xəzərlərə qarşı mübarizə Şəddadilərə aiddir. B deməli 2-yə gedəcək. Və Sultanın hakimiyyəti Oğuzların köçürülməsi Şəddadilərə, Rəvadilərə aiddir. Deməli Bərdə əmirliyi burada meydana gəlmiş. Səhvdir. 1-ci Məlikşahın dövrü müstəqilliyə son qoyan Şəddadilərdir. Deməli B-yə və C uyğun gəldi. B-yə və C-də təbii ki burada deməli 2-də B-yə, 1-də C B variantında göstərilib. 39-cu sualda və 40-cı suala baxsaq. Eylerven diaqramı əsasının uyğunluğunu müəyyən edin. Hülakülər dövlətinin 13-14-cü əsr tarixinə aid oxşar cəhətlər deyir. Teymur dövləti 1370-də mövcud olub. Bu hülakilərə aidliyi yoxdur. Çobani Ərəblər tərəfindən idarə olunması Əbu Səidin dövründə bir müddət idarə olunub. B2-yə gedir. Ona görə də 14-cü əsrə aiddir. Kəndlərin öz yaşayış yerinin təhkim olunması 1303-də Qazan xanına aiddir. 14-cü əsrə aiddir. Aksistandan asılı vəziyyətə düşüb, deməli Hülaki xandan asılı vəziyyətə düşüb Aksistan. Şirvanşah Qızıl Ordu dövlətinə qarşı hər iki dövrdə mübarizə. Həm Hülaki xan dövründə, həm Əbu Səidin dövründə də mübarizə. Bu deməli ortaq cəhətdir. Y ortaq olur. Deməli 1-də D, 2-də BC, 3-də Y uyğun cavabımız A variantı olur. 41-ci sualda böyük Səlcuq dövlətinin hökmdarı 1-ci Toğruldan fərqli olaraq Alparslanın hakimiyyət dövründə deməli Bizans qoşunları məğlub edildi. Bu hər ikisinə aiddir. Deməli Alparslan dövründə daha doğrusu Bizans bəli. Bizans hər ikisində əslində 1048-də də olub. Deməli bu yanlışdır. O olmaz. Paytaxtı yeni şəhərə köçürən Alparslan deyildi, səhvdir. Konya, Ankara şəhərləri tutub Məlikşahın dövründə. Rəvadilər dövlətinin son qoyulub, bəli, Alparslan dövründə. Yəni bəli, yalnız 4-də A variantı uyğun gəlir. 42-ci sualda qeyd edilir ki, Paleolit dövrü və Enolit İncam İbtidai icma quruluşuna aid olan xüsusiyyətləri deyir. Tayfa ittifaqı yaranması Paleolitdə deyil, Orta Tuncdur. Yeni insan tipi ağlı insan ola bilər. İbadət evləri erkən tunc. Eneolitdə torpaqların toxa ilə üşümüş olması A düzdür. Sənətkarlıq isə Orta Tuncdur. İstisat təsərrüfatının formalaşmağa başlanması Neolit. Tunc dövrünə aid ilk şəhər mərkəzi Orta Tunc. Yeni təsərrüfat çayları meydançası Orta Tunc. Metalda istifadə edilməsi Enolit. Deməli 1-də B olur, 2-də A, 3-də AB. B, A, AB, yəni A variantı uyğundur. 42-ci sualda və növbəti 43-cü suala baxsaq, 43-də deyir ki, xəritədə ulduzlarla vermiş krallıqların tarixinə aiddir. Burada baxanda İngiltərə ərazisi və Fransa ərazisi göstərilib. 3-cü xaç yürüşünə hər ikisi iştirakçı olub, 1 var. Rekorçist hərəkətin nəticəsində İspaniya yaranıb, 2 heç birə düşməz. 100 illik müharibədə iştirak edib, hər ikisi iştirak edib, bir-birinə qarşı mübarizə aparıblar. Ərazinin vəba epidemiyası hər ikisinə Avropada idi, bir döyüşdür. Verdən nəticəsində bu Fransada idi. Deməli 1-4 A variantı uyğun cavab olar. 44-cü sualda Atabəylər Eldənizər Axsüngülər dövlətinin süqutuna səbəb oldu. Təbii ki, Xarəzmşah Cəlaləddin hücumudur. 1225-də deməli Atabəylər dövləti, 1227-də Axsüngülər dövləti süqut edir. D variantı. 45-ci sualda Osmanlı və Teymurlərə aid olan xüsusiyyətləri soruşur bizdən. Nizamiye mədrəsəsini inşa etmişdi. Alparslan dövründə. Deməli Səlcuqlara aiddir. Şah izində Teymurlərə aiddir. B. Qutbi Minar Dehli Sultanlığına aiddir. Qutbəddin Aybəkə aiddir. Topqapı Sarayı isə deməli Osmanlı dövlətinə aiddir. Deməli 1-də D, 2-də B uyğun cavabımız D variantı olur. 45-də və 46-cı suala baxsaq, Ərəb xilafətinin 8-ci əsrə aid olan hadisələri müəyyən edin. Sasani qoşunları üzrə qələbə Sasanilər 8-ci əsrdə yox idi artıq. 651-də süqut etmişdi. Xəzər xaqanlığının qoşunları ilə mübarizə aparması. Xəzərlərlə olub məsələn Safalan yaxınlığında düzdür. Bədir 624-də düşmür. Həştəsər döyüş xürrəmlərə mübarizə aparması. Deməli 829-da, bu da 9-cu əsrdə. Veskotların məğlub edilməsi 711-dir. Bu da düşür. Deməli burada 2 ilə 5 uyğun cavabımız D variantı.
47-ci sualda birinci xası sərbi yürüşün nəticəsində yaranmış dövlətlər sırasında göstərilir. Kordova 756-da yaranmışdı. Bir xası yürüşündən əvvəl idi. Venetsiya Qüds səhvdir. Çexiya Frank deyil. Burada Tripoli və Qüds krallıqları yaranıb. Antiyox Tripoli və Qüds krallığı D uyğundur. 48-də 7-ci əsrdə Asuriya ilə müharibə aparmış dövlətlər. Asuriyanın müharibə aparıb Midiya, düzdür. Manna səhvdir. Babil doğrudur. Babil mübarizə aparıb 612-ci ildə. Əhəmənilər dövləti mövcud deyildi. Makedoniya səhvdir. Deməli, burada 1 ilə 3 uyğun gəldi. 1 ilə 3, bir dəqiqə. Manna dövləti, Asuriya ilə mübarizə. Manna da var idi də doğrusu. Aşerin dövründə. Deməli, 1, 2, 3 uyğun gəldi. D bəndi. D bəndi uyğun gəldi. 49-cu sualda Şirvanşah 1-ci Fəriburzdan fərqli olaraq 3-cü Məncöhr və 1-ci Aksitan. Deməli, Böyük Səlcuq dövlətinin asılılığında olmuşdu. 1-ci Fəriburz elə asılılıqda idi. Gürcü çarı 4-cü David ilə ittifaq qurmuşdu. Bu ola bilər, bəli. Bu var idi, Səlcuqların ittifaqı çıxmış. Şirvanşah titulundan məhrum edilmişdi, bu Məncöhrdür. Bu 1-ci Fəriburzdur. Aksitan Slavyanlar yürüşünü dəf etmişdi. Bunu götürmək olar, bəli, A-nı. 1175-ci ildə paytaxtı Yeni şəhərə köçürmüşdü. Fəriburz köçürməyib, amma Aksitan köçürüb, düzdür. Bakıya köçürüb, məsələn. Monqolları yürüşdə qarşı mübarizə aparmayıb, səhvdir. Bir də B, 2-də AB uyğun cavabımız A variantı olur burada. 49-da və növbəti 50-ci suala baxsaq. Növbəti, deməli, 50-ci suala baxsaq, burada nədir nəticə? 50-ci sualda qeyd edilir ki, qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər. Antonio ölkənin şərq əyalətini, Oktavian isə qərb əyalətini idarə edirdi. Onlar arasında rəqabət sonunda müharibə ilə nəticələndi. Həllci döyüşdə Antonio məğlubiyyətə uğradı. Mətndə bəhs edilən prosesdən əvvəl Roma tarixində baş vermiş hadisəni müəyyən edin. Baş vermiş prosesdən əvvəl deyir. Bu Antonio məğlub olması 30-cu ildə baş verən hadisələrlə bağlıdır. Həllci aksi döyüşüdür. Bundan əvvəlkini soruşur. Qulların verilməsinin qadağan edilməsi Adriandır. 2-ci əsrə aiddir. Bu düşməz. Plebeylərin xalq tribunları seçilmə hüququ qazanması 3-cü əsrə aid olduğunu götürürük. İlk yazılı qanunlar 12 lövhə qanunlarıdır. Düzdür. Paytaxt Vizantiya köçürməsi 313 olduğuna görə götürməyəcəyik. Deməli, 2 ilə 3 uyğun cavabımız D variantı. 51-ci sualda 6-cı əsrdə hazırladığı məcəllə Avropada Roman hüquq əsas mənbəyinə qalırdı. Avropada Roma hüququnun əsas mənbəyi olaraq qalırdı. Qanuna görə sosial və etnik mənşəyi asılı olmayaraq bütün xristianlar təbəəli bərabər hüquqlu idi. Roma papası ümumiyyətdarlığını bildirmək üçün 800-cü onu Romaya dəvət etdi. Təmtəraqlıq mərasimində papa onun başına qızıl tac qoydurdu. Burada mətndə bəhs olan hökmdarların ümumi cəhətlərini müəyyən edin. Yəqin ki, burada 1-ci Justinian məcəlləsi olar. Birinci oldu Justinian. İkincisi də yəqin ki, bu 1-ci Karla, Böyük Karla aiddir. Böyük Karl. Böyük Karl. Deməli, burada qeyd edilir ki, Justinianın Böyük Karlın hansı ki, mətndə bəhs olan hökmdarların ümumi cəhəti müəyyən edin. Ərəb xilafəti ilə diplomatik münasibətlərin qurulması. Bunun Justinianla elə bir əlaqəsi yoxdur, düşünürəm. Sasani dövləti ilə sülh müqaviləsi Justiniana aiddir. Pirene yarımadasını ələ keçirib, bəli, Veskot və Vandal kralı. Bir də İtalyanın bir hissəsini öz dövlətin birləşdirməsi olar. Deməli, 3 ilə 4 olar C variantı. Çünki Ərəb xilafəti, məsələn, Justinianla əlaqəsi, Ərəb xilafəti 630-ya yaranıb, Justinian hakimiyyət ürdeyiş düşmür. Sasani dövləti ilə də Böyük Karl heç elə bir ittifaq yaratmayıb. Çünki Böyük Karlın dövründə Sasani dövləti heç mövcud deyil. Deməli, 3 ilə 4 uyğun gəldi. 51-də və 52-ci suala baxsaq, Ərəb xilafətinin Azərbaycanda vergi siyasətinə aid olan cədvəli təmin. Əkilməyən torpaqların xərac alınması dayandırdı. Əməvilərin əhali əmlakı siyahılan alındı. Abbasilər dövründə daha ağır vergi siyasəti idi. Yəni, xərac torpağın sahəsinə görə almağa başladı. Bəli, torpağın sahəsinə görə almağa başladı. Yəni, A uyğundur. 53-də
Erkən Orta əsr Türk dövlət tarixinə aid xronoloji ardıcıl. Muğan xalqının Çinli asılları salınmağa başlaması. Deməli, 50-ci illərdə Balamir xan Oskot krallığının 4-cü əsrin 70-ci illərinə aiddir. İkinci Göytürk dövlət xaqanlığının süqut etməsi 744, Qaraxan dövlətinin parçalanması isə 1042-ci illərdir. Deməli, elə burada olmalıdır. 2, 1, 3, 4. Deməli, olur 2, 1, 3, 4 uyğun olur. 54-cü sualda hadisə nəticə əlaqələrin doğru göstərdiyi bəndi müəyyən edin. Teymuri dövlətinin qonşuluğunda yeni dövlətin yaranması, Əbu Səidin Ağqoyunlar üzərində hücum etməsi. Qonşuluğunda yeni dövlətin yaranması, Əbu Səidin Ağqoyunlar üzərində hücum etməsi. Əlpər sazişimizə Qaraqoyunlu dövlətinin 2 yerə parçalanması. Bu Ağqoyunlu dövlətinin 2 yerə parçalanmasıdır. 1405-ci ildə Köç sahilində döyüşün baş verməsi, Şirvanşahlarla Qara Yusifin Şirvanşahların Qara Yusifdən asılılığını qəbul etməsi. Bu 1412-dir. Səhvdir bu. Sultan Əhmədin Həmədan yaylaqlarını tələb etməsi, Əsəd döyüşünün baş verməsi. Bəli, bu səbəblərdən biri idi, düzdür. Cəlali Sultan Əhmədlə mübarizə aparıb. Teymur Şahrixun ölməsi, Cahanşahın müstəqil xarici etməsi doğrudur. Amma Teymurlər dövlətinin qonşuluğunda yeni dövlətin yaranması, Əbu Səidin Ağqoyunlar üzərinə hücum etməsi. Bundan elə bir əlaqəsi yoxdur. Yəni, düşünürəm ki, elə burada 4 ilə 5 uyğun cavab olar. 55-ci sualda qədim Yunanistan və Roma tarixlərinin ortaq cəhətləri bəyan edin. Vətəndaşların vəzifə tutmaq hüququnun olması düzdür bu. Olub elə. Senat Yunanistanda yox idi. Makedoniya dövləti ilə mübarizə aparıb hər ikisi. Romada aparıb Makedoniya ilə. Sonra Dori tayfalarının yürüşünə məruz qalması. Dori Romaya aidliyi yoxdur. Əhəmənilər tərəfindən ərazisinin işğal edilməsi. Bunu da düşünürəm ki, bu da səhvdir. Burada deməli 2 dənə doğru cavab var. 1 ilə 3. 1 ilə 3-dür. Əhəmənilər tərəfindən ərazisinin işğal edilməsi. Bu da səhvdir. Mən düşünürəm ki, belə yanlışdır bu. Deməli, elə 1 ilə 3 uyğun gəldi. Dori tayfalarının yürüşü səhvdir. Makedoniya ilə mübarizə aparması. Bir də vəzifə tutma hüququ 1 ilə 3 olur. 55-də və 56-cı suala baxsaq. 56-cı sualda Şirvanşahlar və Atabəylər Eldənizlər dövlətinin tarixinin 13-cü yüzilin birinci yarısına aid olan xüsusiyyətlər. Ali Monqol xaqanlığının tərkibinə qatılması. Ali Monqol xaqanlığının 13-cü tərkibinə qatılması bu Atabəylər dövlətinə aid deyil. Çünki 1235-ci ildə olub. Monqolların birinci yürüşünə məruz qalması ola bilər. Bu aiddir. Qızıl Ordu ilə mübarizə Atabəylər dövlətinə aid deyil, səhvdir bu. Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi, xeyr, heç biri vahid halda birləşdirilməsi. Bu Atabəylər dövlətinə aiddir, amma 13-cü əsrin birinci yarısına aid deyil. Cəlaləddin dövlətə hücum etməsi, bəli. Bir də Cəlaləddin hücum eləyib burada, doğrudur. Deməli, burada 2 ilə 5 uyğun oldu. Monqolların birinci yürüşü, Cəlaləddin hücumu. Bu, orada da 2 ilə 5 uyğun olur. 57-ci sualda Augsburg-Vestfaliya sülhünə aid olanları seçmək lazımdır. Vahid İspaniya dövləti 1479-dadır, Augsburg 1555, Vestfaliya 1648-dir. Katolik dininin bölünməsi rəsmi olaraq Augsburg sazişinədir. 1B gedəcək. Kalvinizm Fransada dini etiqad olaraq rəsmiləşdi. Bunların isminə aid deyil. Avropada dünyəviliyin güclənməsini təkan verdi. G. Vestfaliya sülhünə aiddir. Dənizdə siyasi üstünlük İspaniyadan İngiltərəyə keçdi. Bu La Manche döyüşünə aid. Deməli, bir də B2-də Y uyğun olur. Növbəti burada sizə təqdim mənbəni diqqətlə oxuyun. 8-ci əsrin 3-cü rübündə müxtəlif güclərin maraq mərkəzində idi. 662-ci Dərbənd tərəfindən ölkəyə hücum edildi.
Deyir ki, bu hücumdan istifadə edən qənimət aparmaqdan heç bir məqsədi yoxdur. Tərəflər arasında döyüşdən Alman əsgərləri hökmdarların komandanlığı altında böyük üzərik göstərdilər. Növbəti dəfə Almaniya daha güclü ordu ilə hücum etdilər. Tarixi qaynaqların bir növ yük təsvir olunur. Bunların çarı zülmətə bənzəyən atlı dəstələrlə baskın etmişdir. Ordusu ilə Araz çayının yaxınlaşmasına hücum edən tərəfin hökmdarları qənimətlə kifayətlənməyərək Alman həmkarlarla görüşməyə can atdı. Görüş baş tutub, beləliklə Alman hökmdarı vassallığı qəbul edib sülh müqaviləsi imzalandı. Bəhs edilən dövrdə Alman hökmdarı Frank hökmdarı Böyük Karlın hadisəsində oxşar cəhət nədir? Deməli, bu bəhs olunan dövrdə Böyük Karlın hadisəsinə aid ortaq cəhət. Deməli, Böyük Karlın burada deyir ki, Alban hökmdarı Cavanşirdən söhbət gedir burada. Böyük Karlın xarici siyasətinə oxşar Ərəb xilafəti ilə diplomatik əlaqə yaratması idi. 59-cu sonuncu abzada bəhs edən sülhün Albaniya üçün mənbədə verilməyən nəticəsini müəyyən edin. Nəticəsi odur ki, orada qənimətlərin bir hissəsini geri qaytarır. Düzdür, onun vasallaslığını qəbul edir. Mənbədə bəhs olunan Albaniyaya hücum edən dövlətin adını müəyyən edin. Təbii ki, Xəzər xaqanlığından söhbət gedir. Dinlədiyiniz üçün təşəkkür edirik.